münasibətdəsən, toksik bir münasibətdir və yaxud da ki, qərarsızlığın var. Gedim ya qalım? Bu sual arasında düşünürsən, gəl baxaq. Qalsan sənin üçün necə olacaq? Getsən sənin üçün necə olacaq? Gəl buna baxaq. Qalsan bu münasibətdə sənin üçün necə olacaq? Qarşı tərəf gözləntilərini doğruldacaqmı? Və nəticəsi sənin üçün, belə deyim, xoşbəxtliklə nəticələnəcəkmi? Gəl buna baxaq. Qalsam necə olacaq bu münasibət? Bu münasibətdə qalmağa yer yoxdur. Konkret olaraq bütün hadisələr, bütün durumlar bu münasibətin, belə deyim də, bu münasibətdə səni yorur. Ruhən yorulursan, duyğusal cəhətdən yorulursan, sanki elə bil içində bitirirsən. İçindəki səni bu dəqiqə saxlayan sadəcə bağlılıqdır, ya nə bilim duyğularındır, hansı ki, amma duyğuların da get-gedə bitir. Bu ilişkidə yəni qalmağa yer görmürəm mən. Tamam, qalsan qarşı tərəf gözləntilərini doğruldacaqmı? Qarşı tərəf gözləntilərini doğruldacaq bir potensialda deyil. Yəni bu insan, sən elə bil ki, su içirsən, istəyirsən ki, bu kola dadı versin. Bu mümkün deyil. Sən yanlış insandan başqa gözləntilər gözləyirsən, yanlış insandan gözləyirsən. Bu insan deyir ki, mən beləyəm. Öz aləmində bu münasibət üçün çalışır da, öz aləmində bu ilişki üçün nələrsə eləyir, sən bunun əksini sübut edə bilmirsən. Bu insan deyir ki, mən dəyişmirəm. Və sən onu dəyişdirməyə çalışanda, hansısa bir, belə deyim də, razı olmadığın sıxıntılarını deyəndə, onunla əlaqədar gözləntilərini deyəndə o insan mübarizə eləməkdən, mübahisə eləməkdən, dava çıxartmaqdan başqa bir şey bacarmır bu insan. Burada mən belə deyim də, daimi olaraq üçüncü şəxslərin müdaxiləsində görürəm. Ola bilsin, bəlkə də xəyanət söhbətimi və yaxud da ki, başqasına diqqət söhbətimi. Yəni bu insan bu ilişkidə qalmaq, özünü düzəltmək yerinə, yəni mən beləyəm, xoşum gəlmir, xoş gəldin. Belə bir enerjide olduğunu görürəm burada. Yəni sənin gözləntilərin doğrulmur. Bunu görürəm. Qalsan xoşbəxt olacaqsanmı? Sən düşünürsən ki, mən bu insanla qalsam, bu insanla münasibətimiz, qismətimiz, taleyimizi bağlayacağım, birlikdə olacaq. Mən istədiyim kimi uğur qazanacağam, mən istədiyim kimi bu ilişkidə xoşbəxt olacağam. Qalsan sənin istədiyin kimi olacaqmı həyat, hər şey bu insanda, bu münasibətdə? Amma bir şey var ki, əgər sənin məqsədin konkret bu insanla, nə bilim, taleyi birləşdirmək, tamamilə getməməyə və s. digər duyğusal gözləntiləri kənara qoyaraq istədiyi əldə etməkdirsə, alındıra bilərsən. Alındıra bilərsən, bunu döyə-döyə, çırpa-çırpa dəyişə bilərsən. Çünki səndə də o potensial var, səndə də o güc var. Qalsan, bu insanı dəyişdirə bilərsən. Amma buna səbrin çatacaqmı? Gəl baxaq. Sən bu insanla qalsan, bu insanla, bu münasibətdən istədiyin gözləntini, istədiyin nəticəni alacaqsanmı? Alacaqsan. Qalsan, dirəşə-dirəşə, vuruşa-vuruşa, bu dəqiqə hər hansı bir səbəblərdən toksiklik varsa, sən də balaca bala deyilsən, sən də mübarizə para-para, bəli, istədiklərin gözləntilərini doğrulda bilərsən. Sadəcə olaraq nə etməlisən? Bu insanla necə davranmalısan ki, bu münasibətdə istədiyin kimi olsun, gözləntilərini doğrulsun, necə davranmalısan? Gəl buna da baxaq, necə davranmalısan? Birincisi, belə deyim də, bu insanı olduğu kimi qəbullanmaq lazım. Konkret olaraq, bu insanın negativ tərəfləri budur, nə bilim, bu tərəfləri budur, amma bu münasibətdə davam eləsə mənim üçün, burada sənin üçün ya maddi, ya mənəvi hansısa bir çıxarım var. Yəni, yönünü, fokusunu o çıxara verərək bu münasibətdə qala bilərsən. Bununla necə davranmalısan? Bəs bununla necə davranmalısan ki, sənin istədiyin bir kıvama gəlsin? Kontrol səndə olmalıdır. İdarə səndə olmalıdır. Sadəcə bu. Yəni, bu da sənin üçün moralini biraz sənin üçün çətin olsa da, moralini, yəni mənəvi cəhətdən sənin üçün çətin olsa da, amma sənin içində elə bir stержin var ki, sənin içində elə bir gücü var ki, sən bunu bacararsan və sən bu münasibətdən istədiyi ala biləcəksən. Sadəcə olaraq kontrol səndə olmalıdır, idarə səndə olmalıdır. Sən bir dənə onu başa düşməlisən ki, bu münasibətlərdə dominant tərəf sən olmalısan, o yox.
Bu qədər. İndi baxaq, getsən necə olacaq? Gəl belə baxaq. Bəs bu münasibətdən getsən sənin üçün xeyirlidirmi? Başqa birində istədiyini tapacaqsanmı? Başqa biri ilə xoşbəxt olacaqsanmı? Getsən sənin üçün xeyirlidirmi? Səndə elə bir enerji, elə bir güc var ki, getsən də sənin üçün xeyirli olar. Sadəcə olaraq elə bir yenə deyirəm, səni bu insana bağlayan nələrsə var. Bağlar var. Ona görə də, yəni belə deyim də, getsən ancaq burada münasibətdə üçüncü şəxslərin müdaxiləsinə görəmi, hansısa üçüncü bir səbəblərdən gedə bilərsən getsən, amma getsən biraz peşmançılıq ola bilər. Yəni gedəcəksən, tutaq ki, onun yanında başqa birini görsən, bu sənin üçün udar ola bilər. Bu sənin üçün peşmançılıq ola bilər və sonradan bəli, peşman olacaqsan. Başqa birini tapacaqsanmı? Başqa biri olacaqmı gözləntilərini doğruldan? Bunu kimi biri yoxdur. Bu münasibətdən aldığın enerjini ala bilmərsən. Duyğusal cəhətdən deyirəm. Düzdür, getsən, yenə də deyirəm, istədiyin insanla münasibət, ilişki başlaya bilərsən. Sadəcə olaraq, getsən biraz səndə də travma qalacaq. Getsən, yenə də bir tərəfin daima bu insanı axtaracaq. Məsələ budur, daima bu insanı axtaracaq və daimi olaraq düşünəcəksən ki, kəşke bununla qalsam, başqa cür olardı hər bir şey. Çünki bu insanda elə bir xarakterlər var ki, səni tamamlayan bir xarakterlər var. Belə bir şey var. Başqasında o xarakterlər olmayacaq. Başqa biri ilə xoşbəxt olacaqsanmı? Getsən uzun müddət tək qalacaqsan, təkliyi seçəcəksən. Amma bir müddət sonra tam olaraq sənin axtardığın kimi, istədiyin kimi birini tapa bilərsən. Stabil bir ilişki çıxır, hətta getsən sənə yeni bir evlilik çıxır, yeni bir stabil bir münasibət çıxır. Tam olaraq maddi cəhətdən səni yüksəldən başqa bir ilişki çıxır, başqa bir münasibət çıxır. Getsən sən sırf olaraq məntiqlə bir münasibət quracaqsan. Bunu kimi duyğusal cəhətdən deyil də məntiqli bir münasibət quracaqsan və getsən sənin üçün taley tamam başqa cür olacaq. Maddi yüksəlişdir, iş həyatında yüksəlişindir, stabil bir yüksəlişdir. Yenə deyirəm, getsən başqa biri ilə ailə həyatı da çıxır. Ona görə də seçim səndən asılıdır. Yəni gedib tamam başqa biri ilə bir müddət, tutaq ki, 1 il sonra həyatına çıxa biləcək biri ola bilər, 9 ay sonra. Orada mı yeni bir həyatıva başlamaq, duyğusallığı kənara qoyub, sevgini kənara qoyub, məntiq bir münasibəti, məntiq bir ilişkisi, evliliyi eləməkmi? Yoxsa qalıb bunda tamamilə hər şeyin tamamladığı üçün bu insandan qalmaqmı? Seçim sənindir, aldım, qəbul etdim, yaz, ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.